Salam əziz və dəyərli müştərilər. Sizi salamlayıram Kars Ailəvi restoranından. Bugün ayın 11-i dekabr 2025-ci il sizə saz yeməklərimizi təqdim edirik. Bəh. Burada belə körpə dananın şapalağı. Baba, pillə kimi pişib hazır. Quyruq yağında, baba. Təmiz quyruq yağında pişir. Quzunun boynu sümükdən ayrılır. Buna bax. Bəh. Baba. Tərəvəzləri ilə, zadı ilə bir yerdə. Buna bax, danan birinə bax, körpə dana bellər danış. Keçdi qazan yeməkləri var. Burada belə tuşonka var, damaş. Vişnəli can əti zoğalla, yaxından çək. Təmiz can ətidir, sveji vişnədən. Burada qaşqaldağın çölməsi var. Kənd xoruzu, təmiz qapı xoruzudur, Bərdə rayonundan gəlib hamısı. Buna bax. Öz sokunda pişib, əlavə yağ, heç nə vurulmur. Bu göbələkli can ətidir bizdə. Bunu qaymaqla da təqdim edirik stollara. Şirəli dana. Öz sokunda, öz yağında. Şirəli dana beli. Bəh. Buna bax. Ziricdən pişib. Təmiz başı çiftə boz başı. Bax, hələ parı indi çıxır da, gör nə məsələdir də bu. Burada şirəli çəpişimiz var. Burada qəşəng körpə buzovun maçası. Ələngi deyirlər, ələngi. Biz ələngini danadan pişirmirik, körpə buzovdan pişiririk. Buna bax, pillə kimi ət ayrılır sümükdən. Burada qəşəng Bərdə rayonundan gələn qazlarımızdır. Heyvala pişib, bax. Pillə. Qəşəng hinduşkamız var. Kənd hinduşkasıdır, rayon. Broiler zat deyil, hamısı sveji kəsim hinduşkadır. Bismillah hamısı. Burada da quzu maçalarımız var. Tüməyi zadı içində. Bax. Buna heç nə lazım deyil. Buna ancaq oturub balet eləmək lazım. Kağıtlarımızı da göstərək sizə. Burada da kağıtlarımız da hamısı sveji ətlərdən göz qabağında. Göstər, qəşəng göstərək. Bax, hamısı sveji ətlərdir. Burada da axşam spes qonaqlarımız gəlir, sırf səbət yeməyə. 12 kiloluq quzun səbətidir. Niyə 12 kiloluq quzu? Yağına görə. Körpə quzun yağı az olur, yetişmiş olmur, tənədə quru çıxır. Göz tərəfdən də çək şəkili. Bax. Təmiz Bərdə quzusudur, Beyləqan quzusudur. Tak что ünvan Lökbatanda Kars Ailəvi restoranı, Nizami küçəsi 112, 7-24 qulluğuzdayıb buyurub gələ bilərsiniz.